100 ilin sirrini izləyirsiniz və bu dəfə növbəti qonağımızı sizə təqdim etmək istəyirəm. Şəxsən mən çox sevirəm həmin insanın yaradıcılığını və mən düşünürəm ki, Azərbaycanda bir çox şeirsevər həmin insanın yaradıcılığından bəhrələnib. Azərbaycan Respublikasının xalq şairi, şöhrət ordenli Vahid Əziz qonağımızdır. Vahid mənim, hər vaxtınız xeyir. Sağ ol, xoş gördük, xoş gördük. Necə istəyirsiniz özünüzü? Dəvət eləmişsiniz. Siz sağ olun. Minnətdaram dəvətə görə, saygıya görə. Çoxdan da buralara gəlmirdim, vaxtım yoxdu. İndi Siz sağ olun ki, oldum və saz oldum, gəldim. dəvətimizi qəbul edib gəlmişsiniz. Siz sağ olun. Deyirsiniz, çoxdan da buralara gəlmirdim. Nə idi səbəb? Yox, səbəb olur da, biraz havalar oldu, soyuq oldu, falan oldu. Ona görə gəlmirdim. Yox, yəni dəfələrlə zəng elədilər. Amma da bu dəfə dedim ki, gəlməmək olmaz. Çünki böyük bir yubileydi. Azərbaycan Radyosu'nun 100 illiyi idi. Doğma radyodur. Hər kəsə doğma Azərbaycan Radyosu. Deməli, belədir də, mən ilk dəfə bura, bu binaya qədəm qoymuşam. 1968-ci ildə. O vaxtı Ədəbiyyat və İncəsənət qəzetində rəhmətli Rəsul Rza, böyük şairimiz, Allah rəhmət mənim eylesin. haqqımda böyük bir yazı yazdı. Tanışlıq məqaləsi yazdı. O məqalə də çox yayıldı. Və Sabir Poeziya günləri keçirilirdi, indi də keçirilir müntəzəm şəkildə. Və Rəsul müəllimin tapşırığı ilə mən də televiziyaya çıxdım. Və 1968-ci ilin mayında ilk dəfə olaraq çıxdım televiziyaya. Sonra deməli Roza xanım Tağıyeva, Salamlayırıq çox buradan, alacaq. istəyirəm onun xətrini, çox gözəl, çox kübar bir xanımdır. O tərtərdə mənim qardaşım rəhmətli Vaqiflə bir sinifdə oxuyurdu. Və o vaxtda mən tələbə idim, adam özünü axtarır ki, bir yerə. Hələ şeir zət yazıb eləmirdim o vaxtlar mən. Mən şeir yazmağa gec başlamışam, 23 yaşımda. İkinci kursda oxuyurdum gərək ki, dedim, ay Roza, mən də özümə bir iş axtarıram, biraz tanımaq istəyirəm də mən də. İçəridə bir neysə axtarışlar var. Roza xanım bəni götürdü, getdi burada televiziyaya. Apardılar studiyada, o vaxtı aşağı binadaydı studiya. Oturduq studiyaya, bir çəkiliş elədilər ki, bir qəzet verdilər, oxudum ki, bəlkə mən aparıcıdan olam. Diktir. Bilmədim, sifətim xoşlarına gəlmədi, səsim xoşlarına gəlmədi, nə oldusa vaz keçdilər. Üzr istəyirəm sizdən ifadəmə görə. Yaxşı ki, o zamanında vaz keçiblər. Bəlkə də diktor olsaydınız, heç şeir yazmayacaqdınız. Ya da Yox, ki, elədir də, yox, indi Allahın öz işidir. ya da ki, indiki Vahid Əziz olmayacaqdınız. Olur da o göydəki o kişi hər şeyi öz qələmi ilə yazır. Ondan sonra mənim ümumiyyətlə həyatımın, yəni şuurlu fəaliyyətimin dövlət qulluğunda olduğum dövrdə sırf 13 ili sırf televiziya ilə bağlıdır. Bakı Şəhər Partiya Komitəsində işləyəndə o vaxtda deməli kurasiya deyirdilər də, nəzarət kimi deyil, yəni bizim vəzifəmiz partiyanın, mərkəzi komitənin tapşırıqlarını rəhbərliyə çatdırmaqdır. Buna Rusça kurator deyir. Bəli. Bakı Şəhər Partiya Komitəsində işləyəndə televiziyanın əlaqələr mənimki idi də, o qədər də yox. Və mənim deməli televiziya bağlılığım çoxdur. Rəhmətli Elşad Quliyevlə çox səmimi idik. Elşad Quliyev nəinki Azərbaycanda, SSR məkanında ən yaxşı televiziya rəhbəri idi. Elşadla çox səmimi idi. Sən axtarıram, çox seriallar yadına gəlir, Yaşar rəhmətli ilə. Bəli. Tariyel, rəhmətli Tariyel müəllimin çəkdiyi trilogiya. Çox serialı idi da. Bəli, trilogiya idi, 3 hissəli. O SSR-də ilk çəkilmiş çox serialı film idi. Zəng elədim, dedim, Sədir, bu çox gözəl film idi, baxırıq da. Bunun axırı nə ilə qurtarır? Axırı nə ilə qurtarır? Dedi ki, axırı heç nə. Yaşar motosikletdə qəzaya uğrayır, ölür. Dedim, ay Sədir, insafım olsun. Dedim, bu millət buna həvəslə baxır, Təbii. sevir, hamı bunu gözləyir. Yəni bunu belə eləmək olmaz. Onları Pessimist Onları, notlarla bitirməyək də dediniz. bitirməyək və pessimist ruhla bitmədi. Hətta optimist. Yaşar da deyir, nətər bunun üstə cumhursa Yaşar az qalmışdı, vağzalda yığıla. Bu qatarın dalıyca baxma. Flora xanım da gözəl oxuyub orada. Deməli, kim sonra ara qarışanda adamlar var da, adamlar bilsən, bildiyinə danışır bəzən, bilmədiklərində. Kimsə götürüb danışıb ki, bu mərkəzi komitədə otururdular, hər şeyə barmaq eləyirdilər, hətta deməli filan filmin sonluğuna qarışıblar.
Mən də dinmədim. Dedim, adam başa düşmür ki, pesimist ruhlu bitməsin. Onsuz da torpağımız getmişdi, başımıza oyunlar açırdılar. Niyə biz ağlaşma qurmalıyıq? Son ümidi televiziyadan gözləyən insanlara bir nəsə optimist notlarda nəsə verək də. Bax, onu biz elədik. Deməli, sonra da mənim bir günlük burada sədrliyim də olub bu televiziyada. O da nətər oldu. Mən bunu bilmirdim. Bu həm bizim üçün, həm də məncə tamaşaçılar üçün çox maraqlı. Bir günlük. Deməli, gecə rəhmətli Rafiq Zeynalov Mərkəzi Komitənin katibi zəng elədi, saat 12 idi. Dedim, xeyirlə, dedə, Mərkəzi Komitənin katibi gecə saat 12-də sana zəng eləyib, hələ soruşursan xeyirlə. Yaxın dostum budur. Şöbə müdürü müavini əvvəl, sonra katib oldu. Dedi ki, gedirsən televiziya komitəsinə, sən ora sədr təyin edirəm. Dedim, o yazdı ki, mən hansı səlahiyyətlə gedim. Mən də artıq Mərkəzi Komitədən çıxmışam, məni Mətbuat Komitəsinin sədr müavini göndəriblər. Gəldik bura, girdi, keçdim, otdum sədrin otağında, hamısını belə yığdım, dedim, yığın bura, cəmaatı yığdılar. Dedim ki, mən gəlmişəm bura sizlə görüşməyə, mən də sizi. Sadəcə olaraq məni Mərkəzi Komitənin birinci katibi göndərib bura sədr sifətində. Amma mən istəyirəm sizlə danışam. Əgər mənim bura sədr kimi gəlməyimi qəbul edirsinizsə, mən gedim deyim hə. Eləmirsinizsə gedim deyim yox. Gəldim Pavliçkin yana ki, dedim ki, Viktor Petroviç, o kollektiv məni istəmir, Elşad Quliyevi tələb eləyirlər. Dedim, nə aparasın, dedim, mən biləm nə deyirəm da. Mən o vaxt kitab çap elədim, ömrün 3 günü. Heydər Əliyevin Naxçıvana prezident kimi səfəri ilə bağlı kitabıdır. Və o vaxt Heydər Əliyev Naxçıvana gedəndən qabaq mən Vətənə Qayıdanlar poeması yazdım. Həmin onlar o vaxt Bəstir Cəfərov idi, orada oynayan Həsən Məmmədovudu oralarda oynayan. Gözəl bir dənə bir saatlıq 45 dəqiqəlik tamaşa çəkdilər, poemanı verdilər. Bir gün də səhər məni çağırmışlar tezdən. Saat 8-in yarısında şeir oxuyub ayda televiziyada. Şeir oxuyuram. Mən də çox yaxşı söhbət edirəm. Bu operatorun, rejissorun nə tərəfindən uyuqlarsa, bir də gördüm Nizami adam deyib, bədbaxt olub bədbaxt. 9-a işləyirik, xəbərləri verir. Siz 9-a işləmişə qədər şeir oxumuşsunuz, bunlara çəkirlər. Canlı söhbət edirəm. Bir dənə iki şeir oxudum, söhbət edirəm. Maraqlı söhbət edirəm. Bunlar da uyuqlar. Efir vaxtı. Canlı xəbərlər vaxtına gedir. Xəbərlərin vaxtı keçir. Nəyəsə, bax, belə televiziya ilə. Bu artıq müstəqillik dövrünə təsadüf eləyən vaxtlardır. Müstəqillik dövrü, Heydər çox vaxt idi, Allah rəhmət eləsin. Allah rəhmət eləsin. Ümumiyyətlə, bax, televiziyaya ilk qədəm qoyduğunuz vaxtdan da indi müstəqillik dövrü və indi hazırki Azərbaycan televiziyasında da artıq sayılıb, seçilən, sevilən qonaqlardansınız. Bunu özünüz bilirsiniz. Sizin də televiziya taleyiniz keşməkeşli olub. Televiziya və radionun özünün taleyi də keşməkeşli olub və 100 ilə baxanda bir radio bir əsrə şahiddir. Və bir əsrin bütün yaxşı, bədbin, nikbin hadisələrinin hamısına şahid. Mənim artıq 80 yaşın içindəyəm. Allah can sağlığı versin. Sağ ol. İkinci də ki, mən artıq 71-ci ildən Azərbaycanda fəal mövqedə olmuşam. Bəli. Vahid müəllim, bir balaca da mənim üçün əslində çox maraqlı oldu. Bəlkə də çox nadir müsahibələrinizdəndir ki, şair Vahid Əziz televiziya və radionun bu gərgin fəaliyyəti ilə bağlı öz xatirələrini danışdı. Bir balaca da istərdim şairlik barədə sizə suallar verim. Deyirlər ki, şairin yazdığı beytdir, misra, bənd, fərqi yoxdur. Onun hansısa bir formada taleyinə çevrilir. Elə bir bənd olubmu yaradıcılığınızda, həqiqətən taleyinizdə? Bax, indi mənim bir kitab verdim, orada gətirdim. Sizin şişəyə verdim, yazdım. Bu mənim heç çap olunmamış şeirlərimdə 400 səhifəli kitabdır. Bu olacaq 4 cilt belə. Heç çap olunmayan 4 cildiniz var. Heç çap olunmayan şeirlər. Olacaq, 4 cildi olacaq. Heç çap olunmayan. Yəni, mənim bütün yaradıcılığımı yığsaq, şeirlərin poemalı zatı üst-üstə hər biri 500 səhifəyə yaxın olan 10-15 cilddən ibarət cildlərim çıxa bilər, yerləşə bilər. Üstə gəl məqalələr və poemalar. Belə. Amma mən sana bir şey deyim, mənim nəyim varsa öz həyatımdan olandır. Uydurma heç nəyim yoxdur. Yəni bütün misralarınız bütün misralar yaşadığım həyatımdır.
yaşadığım bir dənə də o olsun. O gün burada bir inşaatçı var, Türk'tü, Əli bəy. Xanımı da həkimdir. Deməli, Lənkərandandır özü. Lalə xanım çox yaxşı bir doktordur. Öyle oldu ki, Nail Naiboğlu'ya dediler ki, bəs Vahid Əziz'lə biz görüşmək istəyirik. Neyse, sağ olsunlar, Nail mənə dedi, görüşdük. Dedi ki, Vahid müəllim, Əli bəy evə gələn kimi, yemək yeyəndən sonra oturur televizyon qabağında, düyməni basır, telefondan sizin bütün şeirlərinizi, mahnılarınızı orada baxır, qulaq asır. Əli bəy də mənə dedi ki, düzdür, indi sağ olsun, böyük qiymətli. Türk'tür də, bu oxuyur, görüb, eşidir. Böyük dəyərdir. Dedi ki, Vahid bəy, sənin hər bir şeirinə bir film çəkmək olar. Həyatı şeirlərdir. Razıyam. Çünki mən həyatı görmüşəm də, yəni mənim, və indi sən sual eləyə bilərsən ki, rus təhsilli ola bu Azərbaycan dilini nətər belə bilirsən? Müəllim, təhsilin o fitrətdən gələn Azərbaycan dilinə heç bir aidiyyəti yoxdur. Çünki mənim doğulub böyə başa çatdığım Dərələyəzdə təmiz türk mənşəyi idi. Mənim indiyə kimi, məsələn, türklərdə afiyet olsun deyirlər də. Mənim yaxın qohum vardı, adı Afəyət idi. Afəyət, nuş olsun, afiyet olsun. Yəni, bilirsən, indi mənim yadıma gəlir, adlar gəlirlər orada. Yarısı Qazax uşağı deyirdilər, ondan sonra məhlələr vardı da müxtəlif. Kəngəri tayfaları deyirdilər. Naxçıvanın kəngərli tayfası. Bizim bu qədim türk tayfası, bizim ata tərəfimdə kökü oradan gəlmədi. Yəni bilirsən, çox güclü məişət vardı. İndi bir də görsən deyirlər ki, Novruz bayramı belə eləyərlər. Əmamdan hamısı görmüşəm. Baxmayaraq Ermənistandır, ətrafda erməni rayonları idi. Mənim atam orada raykom katib işləyirdi. Dərələyəzdə. Dərələyəzdə, Əzbəyev rayonunda. İndiki o iki yerə böldülər. Onun əsl təbii adı Paşalıdır. Paşalı. Raykomun ikinci katib işləyirdi orada. Yəni, bilsən, mən kəndirbaz da görmüşəm, kösə da görmüşəm. Zurna balaban da görmüşəm, papaq atmaq da görmüşəm. Hamısı keçirdiniz orada. Hamısı görmüşəm. Uşaq vaxtı mən bütün bunların hamısını görmüşəm. Bilsən, yəni mənim böyüdüyüm mühit çox zəngin bir mühit oldu. O mühit eləyib də sizi şair. O mühit eləyib, bilirsən, və mən gec bir şey yazmağa. Amma mən 23 yaşında dediniz. 23 yaşında, hə. Və 22-23 yaşımda, çünki mən oxumuşdum, Rus ədəbiyyatını daha çox oxumuşdum, yəni ki, Azərbaycan. Allah'ın işidir də, vallahi vergisidir. Vergisidir, bəli. Vahid müəllim, klişe fikir var, yəni belə adətən adiləşmiş bir fikir. Deyirlər ki, şair qəmdən bəhrələnir. Razısınız bundan? Bilirsən nətərdir? Qəm, qüssə, kədər olmasaydı şair nədən yazardı? Sovetin vaxtında deyirlər ki, şair gərək, və də sənət adamı gərək ac ola, nə bilim, çətin iti ola yazar, yalan sözdür. Bu boş şeydir. Adamın cibi boş olanda, qarnı boş olanda baş işləmir. Mənim ən yaxşı şeirlərimi cibimdə pulum olan vaxt yazmışam. Yalan şeydir. Məhəbbət Cibdə pul olanda bir nə gəlir insana o da öz arxayındır da, yəni da İstədiyin formada qafiyəni yox, da özündən əminsən da, kefin saz olmalıdır. Məsələn də gözəllərə də məsəl üçün şeir yazanda kef saz olmalıdır da. Mən sənə bir şey deyim də. Bu qəmdir, kədərdir, hicrandır, sevincdir, gözəllikdir. Bunlar hamısı nədir? Bunlar hamısı katalizatordur. Neft emalı prosesində katalizatorlar ki, kreding deyirlər, onu bilirsən də. O katalizator ki, fraksiyaları ayırır, yağa, benzinə, aviya, benzin falan, kerasi falan. Bax, bütün bu komponentlər katalizatordur. Amma şeiri yazdıran Allah'tır və o vergidir. Və hər şeyin institutu var. Filologiya var. Var. Hətta nəsr də var da. Senari kursları nəsr yazdırmaqdır da. Aktyorluq var, rejissorluq var, artistlik var. Bütün sənətlərin universiteti var, akademiyası var, şeir akademiyası yoxdur. Və bütün sənətlərdən fərqli yeganə şeir növüdür ki, Qur'an-ı Kərimdə adı gedir. Və mən nəyə deyirəm? Amma sizin elə bölgənin Aşıq Ələsgər kimi akademiyası vardı. Aşıq Ələsgər kimi, Aşıq Mehdi vardı orada, Allah rəhmət eləsin, Aşıq Fətullah vardı. O akademiyanı görən, o akademiyada böyüyən insana universitet Məsələ bundadır ki, bilirsən, bu şairlik vergidir. Mənim yenə deyirəm, bəlkə təkrar olar, Ulduzda müsahibəm gedir, orada da verəcəklər. Müsahibəm gedir. Mənim ən zəif şeir yazan belə adama dərin hörmətim var. Niyə? Çünki vergili adamdır.
vergisi olmasa, vergi de bilsən nətərdir? Allah birinə eləyir milyarder, birinə 100 min manat pul verir, birinə 30, birinə məni kimi bir ovuç istedat verir. Bilirsən, bax bu vergi də belədir. Hərəsə bir cüz pay verir. Birini eləyir Mikail Müşfiq, birini eləyir Hüseyin Cavid, birini eləyir Ramiz Rövşən, Musa Yaqub. Niyə Vahid Əziz, niyə çəkmirsiniz? Birini də eləyir Vahid Əziz, bir balaca Yox, belə niyə bir balaca? hərəndən bir şey yazan bir adam. Yəni bunlar hamısı katalizatordur. Əsas Allah'ın verdiğiydi, vergisidir. Mən də sənə bir şey deyim ki, mən saxladığımdan çox şeirlər cırbatmışam. Şeir yazaram, cibimdə bir ətə saxlayaram. Sonra çıxardıb oxuyaram. Bircə misrası mənə aydın olmasa cırbatıram. Bu verilişdə Eldar Mansurov da qonağım oldu. Salamlayıram buradan Eldar. Eldar mənim gözəl bəstəkardır. Sizlə də müsahibəsində sizdən də danışdı. Mən ona bayatılar haqqında sual vermişdim və bayatıların Azərbaycan hüdudları kənarına çıxaraq birdən-birə bütün dünyaya yayılmağı filan. Amma o bayatların Azərbaycan sərhədi daxilində bu qədər sevilməyinin və Aşqabad qrupuna gedib çatmağını filan sizin sözlərinizin də böyük bir yeri var, danılmaz bir yeri var. Musiqi mənim sözlərimə yaranır. Deyirəm, bilirəm onu. Bayatı şifahi xalq ədəbiyyatından gələn bir nümunədir və siz yazılı ədəbiyyatımızda şair Vahid Əziz olaraq Vahid Əziz bayatıları yaratmışsınız. Bu sözlərinizə Eldar Mansurov musiqi bəstələyib, onu sonra Brilliant xanım, Aygün Kazımova filan xalq artistlərimiz salamlayırıq buradan oxuyub. Aşqabad qrupu vasitəsilə oxunub və o Aşqabadın vasitəsilə bütün dünyaya yayılıb. Braziliyaya qədər gedib çıxıb musiqi, Serbiyaya qədər, Yunanistan, Rusiya Federasiyası, Türkiyə, yəni Amerika, Kanada, yəni bu qədər şaxələnmiş bir musiqidə təbii ki, böyük pay sahibi Vahid Əzizdir və digər pay sahibi Eldar Mansurovdur. Amma siz o sözləri yazarkən ümumiyyətlə düşünürdünüz belə bir şey olacaq. Mən bu sualı Eldar müəllimə də verdim. Hə, indi mən sənə bir şey deyim də. Deməli, bu belədir. O bayatlar birdən-birə yaranmayıb. Rəhmətli Səid Rüstəmovun oğlu vardı Eldar. O da rəhmətə getdi. O bir gün mənə dedi ki, bilsən, adətən çox nəhəng şəxsiyyətlərin övladları o səviyyədə olmur da və bəlkə də bir 5 qədəmədən sonra parlaya bilirlər. Çünki bilsən, o mərmi içindəki varanko yaradır, qıf yaradır yerdə. Böyük sənətkar da elədi ki, elə bir qıf yaradır ki, oraya yaxın durmaq mümkün deyil. Deməli, dedi ki, bəs Vahid, mən istəyirəm bir mahnı işləyək səndən. Gəldi, bir-iki musiqi çaldı. O bayatların 2 bəndi ondan gəldi. O özü də belədir, əzinə baxmayaydı, göz yaşım baxmayaydı, yad baxmağı bilir, yarıya da baxmayaydı. Çox yaxşıdır. Odur bir də ki, ürəyimdə ayaz var, nə qış gedib, nə yaz var, oyatma bənövşən, kölmə yaz var. Bu 2 bənd gəldi. O 2 bənddən sonra da başqa şey olmadı, o da mahnı yazanmədi. Mən də o şeiri davam eləyəmədim. Onu mən çap elədim, o 2 bəndi. Elə 2 bənd çap elədim. 2 bəndi çap elədim, İllərin Baharı kitabında. Sonra illər keçdi, sonra yenə bu şeirə mən qayıtdım və o şeiri çap elədim Əllərimin Kölgəsi kitabında artıq. Əllərimin Kölgəsi kitabında. Kitabı da verdim Eldara. Eldar da zəng elədi ki, bəs Vahid, bu gözəl bir mahnı yazmışam, buna bir bənd tartılmaq lazımdır. Mən də arvadağanı vurdum qoltuğuma, düşdüm bulvara ki, gedək bir bənd axtarıram. Nə bilir, gedir kəzirikdə. Orada gəldi ki, qalanın daşı oldum, gözünün yaşı oldum. Dünyada gün görmədim, sevəndən aşı oldum. Və gəldim onu da Eldarı oxudum və o bayatı da mənim ən çox hoşuma gələn bənd budur. Yanımda qal biraz da, göz yaşı var arazda. Yar yuxusun dəyişib, şəkil qalıb arazda. Hətta mən bildiyim qədər Eldar mənə bana danışdı. Eldar böyük bəstəkardır ha. Və mənim Azərbaycanda təbii ki, sevilməyimin bir şair kimi əgər sevən varsa bunun xeyli hissəsinin Eldarın payıdır. Gecələr keçir mahnısı Aygün Kazımova və başqaları tək odur. Nəysə. Və deməli bununla da o bayatlar elə yayıldı, getdi. Eldarla bizim çox mahnılarımız. Hətta Flora xanım deyir ki, mənim 5 talih mahnımın 4-ünün sözləri Vahid Əzizindir. Əzizimdir.
Əzimi də Kanadada yaşayan bir jurnalist o vaxt informasiya vermişdi ki, bilmirəm, o babalı onun boyundadır. Amerikanın NASA Kosmik Agentliyi yer kürəsindən qalaktikaya göndərdiyi Mən də onu eşitmişəm səsli ki, valın informasiyaların içərisində içində o var. bu bayatlar Gedəcəyim göylər məni çağırdı, daha yerdə qalmaq olduğu olmaz. kimi, mahnı kimi gedib. Deməli, əzimdir. Ulu Tanrı bunu səndən gözləməzdim mahnısıdır. Aldatma məni. Bunlar üçü də Eldar Mansurovundur. Bir də İlahi, onu da Rövşən Şərəfli rəhmətlik yazmışdı onun sözlərini. Qopan telən bürü bapan İlahi. O Flora xanım. Sözləri sizindir. Sözləri mənim də, 4 dənə mahnı. Flora xanım deyir, Talib xanım. Talib, mənim deyir, 5 Talib mahnımın sözləri, 4-ün sözü var. Maraqlı nüansda toxundunuz bu kosmosa gedən valın içərisində. Bəlkə də sözlərini ingilis dilinə tərcümə ediblər. Çünki o düzdür, təbii ki, indi bu şair təxəyyülü başqadır. Bizim dildə gedib bildiyim qədər. Yo, bildim. İndi göndəriləndə deyirsiniz, gedəcəyəm göylər məni çağırır. Daha yerdə gəzmə olur. Bəlkə də ondan əlaqəli də ola bilər. Bilmirəm, indi musiqiyə görə seçilir. Sözlərə görə də seçilə bilər. Yox, sözləri ingilis bilmir axı. Yox, bu musiqiyə, mən sana bir şey deyim, mən həmişə deyirəm ki, mahnının ilk bəstəkarı şair özüdür. Şair özüdür. Çünki mənim yazdığım şeirə zümzümə ilə gəlir ürəyimə. Hətta. İçimə zümzümə ilə gəlir, səslə gəlir qəribədir. Və hansı ki, mən baxmışam da, mən o zümzümə ilə şeiri yazıram, mənə bir səs gəlir, səslə onu oxuyuram, sonra səs də yaddan çıxır, musiqi də yaddan çıxır. Və mənim hansı ki şeirimə bəstəkar mənim o şeiri yazanda zümzümə elədiyim melodiyaya yaxınlaşıbsa, onlar uğurlu mahnılardır. Vadiməm, gəlmirsə deməli gəlmək istəmir, sevmirsə deməli sevmək istəmir. Yox, sevmirsə yoxdur, gəlmirsə deməli gəlmək. Mən deyirəm, sevmirsənim üzr istəyərək istə, mən şair deyirəm, prosto dedim də, yəni bu qafiyə uyğunlaşdırdım. Belə deyirlər, üzr istəyəcəm sizdən, yaşda da kiçiyəm. Deyir ki, sevgidə bir balaca inadkar olmaq lazımdır da. Gəlmək istəmirsə get qolundan tut, razı sal ki, gəlsin. Amma sizin şeirinizi oxuyandan sonra mən şəxsən bir oxucu kimi bunu çox fokus qrupa yaradıram. Mən adətən verilişə hazırlaşarkən deyirəm ki, məsələn, Vahid mənə bu sualı verəcəm bu şeiri ilə bağlı. Onlardan bir rəy alıram. Əksəriyyət də sizi sevərək oxuyan insanlardır. Deyir, o şeiri oxuyandan sonra inadkarlıq əlimizdən alınıb da, insanlara gəlmirsə deməli gəlmək istəmir. Yox, bir sənə fərdi. Dəymə də, qoy öz həyatını yaşasın. Elə odurmu, yoxsa? Pushkin'da var ya, deyir ki, чем больше женщину мы любим, тем она сильнее нас унижает. Biz nə qədər bir qadını çox seviriksə, o bizi o Bir qədər... sənə fərdi. Gəlmirsə gəlmək istəmir da. Əgər istəyirsə səni, sən necə ki onu istəyib arxasında məliyə gedirsə, o istəsə özü sən arxanca məliyə gələcək. Gələcəkmi sizcə, istəsə? İstəyirsə gələcək. Amma gəlmirsə deməli gəlmək istəmir. Gəlmirsə özü bilər da. Eşqdən gileylənə üzmə özünü, qismətin bu payı bölmək istəmir. Əlvida söyləyən əllər gözünü silmirsə, görür silmək istəmir. Yalan evlər yıxar qaç qabağından. Gözaltın gül dər özgə bağından. Şiskilər yağdırıb qaş qabağından görmürsə, nə deyim gülmək istəmir. İllər zalım olur, qırar səbrini. Saçında bar verir həsrətin dəni. Sevdiyin içində çəkdiklərini bilmirsə, Deməli bilmək istəmir. əlbət ki, bilmək istəmir. Oldun ömrü günüsü olan bir çiçək. Gözləri yollarda qalan bir çiçək. Dərdindən divanə olan bir çiçək. Ölmürsə ölməli, ölmək istəmir. Yenə də hönkürtün ərşə dayanıb. Yarın yoxa çıxıb, qaçıb, yayınıb. Nə yollar dağılıb, nə körpü yanıb. Gəlmirsə, deməli gəlmək istəmir. Deməli, bu şeiri mən yuxuda ən gözəl şeyləri yuxuda görmüşəm, yazmışam. Demişəm, təəssüf ki, yuxunun içindən parçalayıb onu çıxa bilməmişəm. Amma bu şeir gördüm, gəldi. Gördüm, bu şeir gəldi. Çıxdım yuxudan, çıxdım, gəldim. Bizim evdə mənim bu yazı masamız var. Güzgüdə baxdım, gördüm. İçim belə yanır. Sifətim, o qədər işıq var sifətimdə. İçəridən o için nuru vurub üzə. Gəldim mən şeir başa makina yazıram. Makinanı çıxartdım, qoydum ortalığa. Mən bu şeiri yazana kimi biraz da soğuyur axı.
Mesela ondan sonra bu şehir belə yayıldı. Mesela ben sana bir şey diyeyim. Ta ki çok sıradan geçirmişim. Beşbentli şehirdi. En güzel bendin yadda saklayıram, yazmıram. Yazmıram. Ne kağıda qıraqda, ne de makinada. Eksperiment eləyirsiniz. Eləmişəm. Şehir bitəndən sonra, o eyfariyə keçəndən sonra o bəndi yerinə qoyuram, o bənd yamaq kimi olur. Çünkü Allah'ın gönderdiği o məqamla gəlməyir. Mesela bir dəfə, bir də ikinci bir şey deyim. Mənə belə gəlir ki, dünyadan köçən şairlər bizə təhkim olublar. Hər birimizin bir təhkim şairimiz var. Bir də görsəm, bəzən mənim şeirim Müşfiqdən gəlir, bəzən Hüseyin Caviddən gəlir, bəzən Mevlandan gəlir. Hiss eləm hansından gəlir, bilirsən, deyiliş tərzinə görə. Əvvəla, bütün şairin özünün melodiyası var. Mesela heç vaxt mənim şeirimlə Ramiz Rövşənin, Rəhməti Lütfürənin, Musanın, Babanın, ya onların da bizim ritmlərimiz bir-birinə oxşamır. Melodiyalarımız tamam fərqlidir. Çünki şairlərin, o şair olmayanlarınki bir-birinə yaxın olur. O qondarmalar. Bir də görürsən İlham Pərisi çaşırsan şeir göndər, amma sənə döyülmüş o. Mesela mənim evdən 3-4 dənə şeirim yoxa çıxıb tapa bilmirəm. Yadıma düşür epizodları, şeirləri. Dəhşət, yoxdur da. Şeir yazmışam, qoymuşam, stolun üstə qalıb yoxa çıxıb. Mənim bir şeirim var. O kitabda gedir, o deyir ki, o şeirdə belə birisi deyir, birə tapıb məni vaxtsız qocaltmışdı, birisindən qocalıqda ar elədim. Çox gözəl bir şeirdir. Şeiri makinəndə yazdım, çıxartdım, qoydum qırağa, inandırım səni, bir də gördüm şeir belə gedir. Hara gedir o halde? Hara stolun qırağından düşür. Külqabını qoydum üstə dayandırdım. Bir dəfə səhər saat 7-nin yarısıdır. Gözəl bir qoşma gəldi beynimə. Telefonu açdım ki, telefona bunu yazam. Səhər saat 7-nin yarısında telefon zəng eləyir. Vay dəmi salam, nətərsən? Mənim bir qohumum var, İmamverdi rəhməti, onun qızıdır. Anasına tərtərə gedir. Yevlaqdan zəng eləyir. İlhamın gələn vaxtı bu da zəng eləyir. Deyirəm, mən telefonu yazıram şeiri, 1-2 bəndiri yazmışam. Deyirəm ki, nətərlə səhər saat, deyir, anamla tərtərə gedir. Dedi ki, bir vayədə mən zəng elə gör, nətərdir. Adətən mən sana deyim, bu saat mən telefona bir şey yazdım, sən zəng elə, o pozulmur. Demin ki pozuldu. O şeir pozuldu. O şeir pozuldu. Nə qədər çalışdım, onu bərpa eləyə bilmədim. Görür o şeir mənə gəlmirmiş. Yəqin ki. Başqa adama gedirmiş. Ünvan səhv gəlib, qurban olduğum onu dəyişir. Məsələn, sənlə biz bədələşirik ki, saat 1-də görüşməliyik. Sən də saat 1-də gəlib çıxmırsan, 2-də gəlib çıxmırsan. İlham Pərisi mənə bir maraqlı bir şeir gətirir, ona oturub yazıram, sən gəlib çıxırsan. Məlum olur ki, səndə nəsə bir hadisə ləngidirmiş. Hamısı dərgahdan gələn şeylərdir. Vətən, verilişimizin sonuna yaxınlaşırıq. Bu sualı da verim sizə. Ən yaxşı şeirinizi yazmısınız, yoxsa hələ özünüzzə görə, oxuculara görə, mənə görə şəxsən hamısı yaxşı. Yox, mən yaxşı şeirlərimi yazmışam. Ən yaxşı şeirinizi yazmısınız? İndi onu Allah bilər. Onu mənə təhkim olmuş adam bilər. Amma mənə belə gəlir ki, elə mənim şeirlərimin içində xeylisi ən yaxşı şeirim sayıla bilər. Nə gözəl. Ən yaxşı şeirim. Nə gözəl. Bir də çay içirik ikimiz də, siz də, mən də. Bayaq da dediniz ki, dünyadan köçmüş şairlər təhkim olunur. Buradakı şairlərə təhkim olunur. Anidən indi bu dəqiqə gəldi mənim üçün. Mikayıl Müşfiqin adını çəkdiniz, Hüseyin Cavidin adını çəkdiniz. Əgər imkanınız olsaydı yarım saatlıq, hansı dünyadan köçmüş şairinə oturub çay içmək istərdiniz və ondan nə soruşacaqdınız? Vallahi mən bir dəfə yazdım, dedim ki, axı mən nə qədər çalışdım, Müşfiqə yaxınlaşa bilmədim. Müşfiq. Mən də çox sevirəm Müşfiq. Sən də tərdir. Müşfiq o qədər təmizdir ki. Müşfiq çox təmizdir. Sən iki şey var da, insan taleyidir. İnsan taleyidir. Müşfiq, bir sən də tərdir. Bəlkə də qurban olduğum Müşfiqə aparıb ki, çirklənməsin. Bizlərə şeir yazdırmaq üçün onu aparıb. Yəni. Onu aparıb yanındakı, oradan Vahid Əziz şair eləsin. Amma düşünürəm ki, görüşsəydiniz Müşfiqlə, o yəqin ki 29 yaşında görüşəcəkdi sizinlə. Çünki
Yəni mən belə düşünürəm, üzr istəyirəm sizdən. Və siz artıq yaş və təcrübə etibarilə Mən Müşfiqdən Müşfiqdən 3 dəfə böyüyəm yaşım. yaşlı olacaqdınız, ağsaqqalla görüşəcəkdi və məncə Müşfiqin özü üçün də maraqlı olardı. Ağsaqqal bir Azərbaycan şairi ilə oturub Vahid Əzizlə çay içmək. Bilirsən, Müşfiq çox dəhşətli şairdir. Sevdiyim şairlər var. Bəzən onların, bəzilərinin şeirlərini oxuyanda Müşfiqin yenə o bağ olaydı şeir yadıma düşür. Həmin melodiyadır, ya da tutaq ki, mən bu göylə çarpışan, yerlə əlləşən, İşıqlı dünyadan necə əl çəkib. Məsələn, o şeir çox böyük şairlərin birinin, böyük bir əsərinin melodiyası yadıma düşür. Çünki o böyükdür, məsələn, nəhəngdir. Nəhəngdir. Allah qurban olduğum, mənə belə gəlir ki, məsələn, bəzən deyirlər ki, dünyadan cavan getdi, təmizli adam getdi. Görür, bəlkə də Tanrının özünün də təmizlərə ehtiyacı var göydə. Bəlkə də onları aparır. Mənə belə gəlir ki, körpələri aparanda onları orada mələk kimi saxlayır. Müşfiq kimi adamları aparanda orada onu oturdur ki, Müşfiq sən Vahid Əzizə, nə bilim, Nüsrətə, Ramizə, falan kəslərə dayaq durmalısın. İlham olmalısın. Olmalısın. Amma bəlkə də mən də gedəndən sonra məni də kiməsə təhkim eləyəcək. O gün mənə bir qız zəng eləyib, sual verir. Poeziyamızın büyüyü vəziyyətindən. Deyirəm, poeziyamızın büyüyü vəziyyəti nə olub ki? Elə uşaqlar elə şeirlər oxuyurlar ki, hərdən bir deyirəm, elə bizim adımız çıxıb ki. Gənc nəsli deyirsiniz. Elə gözəl şeirlər yazırlar ki, oğlanlı qız adama ləzzət verir. Bəli. Bilsən, yəni, əgər Azərbaycanın nəhənglərindən sonra, indi çox uzağa getmirəm, yəni, indi Füzuli, Nizami heç onları eş eləmirəm. Yəni, Məhəmməd Haddan üzü bəri götürəndə Müşfiqdən sonra Səməd Vurğundan, Rəsulzadan sonra, nə bilim, var da bizim böyük şair Əli Kərimdən sonra, Məmməd Arazdan sonra biz varıqsa, bizdən daha yaşlılar olacaq. Əlbəttə, bu belədir də. Bu ədəbiyyatımız, dilimiz budur. Dövran Azərbaycan dönür. dil inkişaf, elm inkişaf eləyir. Amma mənim başqa bir qorxum var. Amma mənim bir qorxum buradan ibarətdir ki, Süni intellektlə şeir yazanlar yıxacaq poeziyanın evidir. 100%. Bax bu var. Süni intellekt yıxacaq poeziyanın evini. İndi bəzi adamlar hiss edirsən ki, süni intellektə şeir yazırlar. Yazırlar. Mən də onu hiss edirəm, mən. O Oxucu kimi hiss edirəm. Siz indi şair kimi görün Məsələn, necə. indi ki, verilişimiz sona çatır, mən bir sənə ən son yazdığım şeiri oxuyum. Mənim üçün böyük şərəf olur. Cismimiz torpağa gedir, cismimiz torpağa gedir, dincəlməkdir ömrün sonu. Dünya da vətən kimidir, atıb getmək olmur bunu. Yaşayırıq, yaradırıq, tapıb, satırıq, alırıq. Sonunda borçlu qalırıq, canla qaytarırıq onu. Yetişsək də başa boya, ömür etmərik doya-doya. Bu həyatda hər şey xülya, hamısı şeytan oyunu. Amma dünya da vətəndir, tərk eləmək olmur. Allah sizə can sağlığı versin, Vahid müəllim. Sağ ol. Ömrünüz uzun eləsin. Yazın, yaradın. Mən sizi çox istəyirəm. Çox sağ olun, Yaxşı ki, minnətdaram ki, dəvət elədiniz. Siz sağ olun. Mənim üçün böyük şərəf oldu sizinlə bu söhbət eləmək. Yaxşı söhbət oldu, hə, ürəyimdən Mənim üçün də keçənləri maraqlı dedim. oldu bu söhbət. Nəsə bir qüsurum oldusa, üzr hesab eləyin. Yox, qüsur yox, qüsur yox. Gəldik çatdıq növbəti 100 ilin sirri verilişinin sonuna. Xalq şairi Vahid Əziz qonağımız idi və Vahid müəllimin özünün dediyi kimi mənim sirlərimi də açıb deyir, qatdın 100 ilin sirrinə. Elədir Vahid müəllim? Elədir, hə. Çox sağ olun sirlərinizi açdığınız üçün bizim Sağ üçün. ol, çox sağ ol. Bugünlük sağollaşıram sizinlə. Növbəti efirdə yenidən daha bir maraqlı qonağımızla görüşərik. Sağ olun.